Salam hörmətli tamaşaçılar, məlum olduğu kimi bugün Çeçenistan rəhbəri Ramzan Kadyrov istefa verməklə bağlı bir sıra açıqlamalar verib. Bu sizə sonuncu onun öz Telegram kanalında yaydığı məlumatı çatdırmaq istəyirik. Çeçenistan rəhbəri Ramzan Kadyrovun istifaya göndərilməsi barədə qərarı yalnız Ali Baş Komandan Rusiya prezidenti Vladimir Putin verə bilər. Bu barədə Kadyrov özü Telegram kanalında məlumat verib. Çoxları mənim istifa ilə bağlı sözlərimin mənasını düzgün başa düşməyib. Mən Çeçenistan Respublikasının rəhbəri vəzifəsində qalıb-qalmamağa qərar vermirəm. Kadyrovun sözlərinə görə o yalnız istifa barədə xahiş və ya təklif edə bilər. Həmçinin mən Çeçenistanın başçısı kimi əmrə müntəzir və verilən əmrə tabi olan birisiyəm. Mayın 6-da Kadyrov vəzifəsindən azad edilməsini özü xahiş etdiyini və xahişin dəstəklənəcəyinə ümid etdiyini bildirib. Qeyd edək ki, Kadyrov 2007-ci ildən Çeçenistana rəhbərlik edir və uzun müddətdir ki, siyasi karyerasının mümkün sonu barədə danışır. Hələ 2016-cı ildə növbəti səlahiyyət müddəti başa çatmaq üzrə olanda o NTV kanalına müsahibəsində demişdi ki, rəhbərlik mənim yerimə başqa adam tapmalıdır. Amma bir ay sonra Kadyrov getmək fikrinin olmadığını bildirmişdi. 2022-ci ildə isə Çeçenistan rəhbəri deyib ki, Qafqazda belə bir atalar sözü var. Qonaq nə qədər əziz və gözlənilən olsa da vaxtında gedəndə daha hörmətli olur. Və düşünür ki, nə vaxtsa qovulmaqdansa vaxtında getmək daha yaxşıdır.